Çok gərgin mübarizədə keçən görüşdə 2-1 hesabı ilə məğlub etdi. Və artıq çəkisi 52 kilogram olan boksçular ringə dəvət olunurlar. Elvin Məmşizadə mübarizə aparacaq. Onun rəqibi isə Murad Əliyevdir. Rabitə İdman klubunu təmsil edir bu idmançı. Qırmızı küncdədir. Elvin Məmşizadə göy küncdə, göy geyimdə təcrübəli boksçumuz. Azərbaycan milli komandasının lideri. Bu çəki dərəcəsində birinci nömrəsi və baxaq görək Elvin Məmşizadə bu görüşü necə keçirəcək. 2 dəfə Avropa çempionatlarında mükafata layiq yer tutub. Hələ 2010-cu ildə Moskvada qitə çempionatında gümüş mükafat əldə etmişdi 49 kilogram çəki dərəcəsində və 2013-cü ildə Belarusda, Minskdə keçirilən Avropa çempionatında o 3-cü yer tutdu 52 kiloqramda. Andrew Shelby ilə onun görüşü çox gərgin keçdi. Yəni həmin döyüşdə məhz Azərbaycan boksçusunun qələbə qazandığı daha çox inandırıcı idi. Çünki görüş Məmşizadənin üstünlüyü şəraitində keçdi, amma hakimlər qələbəni Andrew Shelby'yə verdilər. Dünya çempionatında isə qeyd etdim ki, mükafatsız qaldı Məmşizadə. Ümumiyyətlə, hələ ki, o dünya çempionatlarında mükafata layiq yer tuta bilməyib. Olimpiya oyunlarında çıxış edib, Olimpiya oyunlarında da uduzdu boksçumuz. Və bu dəfə yenidən Azərbaycan kubok turnirində o ən güclü olduğunu sübut etməyə çalışacaq. Azərbaycan kubok turnirində o qələbə qazanaraq birinci nömrə olduğunu öz çəki dərəcəsində sübut etməlidir. Görək onun ilk görüşü necə alınacaq. İlk görüşdə onun rəqibi Murad Əliyevdir. Murad Əliyev gənc idmançıdır. Elvin Məmşizadəyə nisbətən əlbəttə ki, onun təcrübəsi azdır. Elvin Məmşizadə əks hücumlarda çox gözəl işləməyə bacaran bir boksçudur. Sumqayıt boks məktəbinin yetirməsi olub. Onun şəxsi məşqçisi Elboz Rızayevdir. Hazırda Gilan klubunda öz fəaliyyətini davam etdirir. Gilan klubunda. Məşqlərini davam etdirir bu boksçu. İkinci nömrə kimi çox yaxşı işləyir. Dəfələrlə biz onu beynəlxalq yarışlarda, məhz bu üslubda çox gözəl qələbələrinin şahidi olmuşuq. Ümumiyyətlə, ən istedadlı boksçularından biri hesab olunur Azərbaycan. İndi Məmşizadənin çox yaxşı dəqiq zərbəsi alındı. Referi döyüş saxlayır və bilir ki, rəqibin başını aşağı əyirdi Elvin Məmşizadə. Rusiya qadağan idi və yenidən döyüş davam etdirilir. Məmşizadə ötən il Azərbaycan çempionatında 52 görüşdə İbrahim İbrahimov üzərində qələbə qazandı. Final qarşılaşmasında o İbrahim İbrahimovu məğlub etdi. Bir daha qeyd edim ki, o Dünya boks seriyasında da gücünü sınayır. Dünya boks seriyasında bax Fars klubunun heyətində biz Məmşizadənin dəfələrlə Kuba Olimpiya kompleksində eləcə də xaricdə keçirilən döyüşlərini izləmişik və çox yaxşı təsir bağışlayırdı. 52 kiloqramda birinci nömrə hesab olunurdu. İlyas Süleymanovla Qazaxıstan idmançısı ilə onun çox gərgin döyüşləri olub. Xatırlayırsınızsa siz eləcə də Kubalı boksçu ilə də onun görüşü maraqlı keçdi. Və birinci raunddan epizodların təkrarını izləyirik yenidən. İkinci raund başladı. Azərbaycan kuboku turnirində Murad Əliyev və Elvin Məmşizadə qarşı-qarşıya gəlirlər.
Vaxtında Məmşizadə indi rəqibin zərbəsindən yayına bildi, geri çəkildi ustalıqla və Murad Əliyevin dəqiq zərbə endirməsinə imkan vermədi. Murad Əliyev ikinci raundda daha çox Məmşizadənin üzərinə gedir və bu döyüş tərzində Məmşizadəni tam şəkildə qane edir. O indi əks hücumlar üzərində döyüşü quracaq və imkan düşdükcə Murad Əliyevə dəqiq zərbələr endirəcək. Budur, gördüyünüz kimi əks zərbəsində dəqiq alındı. Sağ əllə Elvin Məmşizadə rəqibə dəqiq zərbə vura bildi. Yəni, Murad Əliyevin bu cür döyüşməsi Elvin Məmşizadəni mən deyərdim ki, tam ürəyincədir. Bu döyüş onu rahatsız alır. Qarşılı zərbələr, amma Murad Əliyevin də indi sağ əllə bir zərbəsi dəqiq alındı. Yəqin ki, hakimlər bu zərbəyə xal verəcəklər. Artıq xal sistemi də əvvəlkindən tam fərqlidir. Yəni, döyüşün geçişində hansı boksçunun hesabda öndə olduğunu biz bilmirik. Yalnız qarşılaşma yekunlaşdıqdan sonra nəticələr elan olunur və peşkar boksda kimi artıq 19 nəticələr verilir. Ümumiyyətlə 5 hakim bildiyiniz kimi ringin kənarında oturur, ancaq kompüter sistemində bu hakimlərdə yalnız 3-ünün nəticəsi əsas götürülür, digər 2 hakimin nəticəsi əsas götürülmür, amma şurasında ki, həmin o 5 hakimdən heç biri bilmir ki, hansı 3 hakimin nəticəsi əsas götürüləcək. Bu da, bir daha qeydim ki, yeni xal sistemidir. Artıq AIBA-da bir neçə ildir ki, bu sistemə keçib, öz əsas yarışlarını bu sistemlə keçirir. Və artıq bir neçə ildir ki, həm də boksçular fikir verirsə, böyüklər arasında olan yarışlarda baş geyimi olmadan çıxırlar, dəbilqəsiz onlar öz döyüşlərini keçirirlər. Bu da boksun populyarlaşması üçün, boksun daha da inkişaf etməsi üçün atılan addımlardandır. Ümumiyyətlə, Beynəlxalq Boks Federasiyası AIBA rəsmilərinin fikrincə, belə də idmançılar daha çox tanınırlar, daha çox populyarlıq qazanırlar. Bir növ boksun təbliğatı üçün bu əhəmiyyətli, vacib bir addım sayılır. Həlledici 3-cü raund idi başlayır. Elvin Məmşizadə və Murad Əliyev qarşı-qarşıya gəlirlər ringdə. ...52 kilogram çəki dərəcəsində olan görüş izləyirik. Artıq 2 qarşılaşma yekunlaşıb. İlk döyüşdə arası İmam Əliyev Hacıbala Fərzəliyev məğlub etdi. İkinci qarşılaşmada isə Məhəmməd İbiyev Cavid Dadaşovdan üstün oldu 2-1 hesabı ilə və hazırda 3-cü döyüş gedir bu dəfə çəkisi. 52 kilogram olan idmançılar mübarizə aparır ringdə. Çox yaxşı, indi sol əllə gördüyünüz kimi zərbə endirir, sağ əllə boşa çıxdı Elvin Məmşizadənin, ancaq sol əllə
həmin anda rəqibə dəqiq zərbə vura bildi. Bu da əlbəttə ki, boksun təcrübəsindən xəbər verir, boksun ustalığından xəbər verir. Çox yarışlar görüb artıq Məmşizadə və necə döyüşmək lazım olduğunu yaxşı bilir. İlk dəfə yaxşı xatırlayıram 2009-cu ildə Elvin Məmşizadə Polşada gənc arasında Avropa çempionu oldu və məhz ilk onun uğuru idi. Bu turnirdə nəticə daha sonra 2009-cu ildə elə Milanda keçirilən bölü arasında dünya çempionatında çıxış etdi Məmşizadə, ancaq həmin yarışda boks komandamız fiyaskoya uğradı. Bütün idmançılarımız artıq demək olar ki, 2 mərhələdə uduzdular. Elvin Məmşizadə də həmin vaxt gənc bir idmançı kimi gənc arasında Avropa çempionatından təxminən 3 ay sonra bölü arasında dünya çempionatında çıxış etdi. Ancaq Hindistan boksçusunu uduzdu ilk görüşdə və həmin vaxtdan etibarən artıq 2009-cu ildən etibarən o bölü arasında turnirlərdə də yarışmaya başladı. 2010-cu ilin Avropa çempionatında çıxış etdi. 2011-ci ilin dünya və Avropa çempionatlarında ölkədə ötən ildə dünya və Avropa çempionatlarında öz gücünü sınadı. Artıq 15 saniyə qaldı görüşün başa çatmasına. Məmşizadə yəqin ki, bu qarşılaşmada Murad Əliyev üzərində qələbə qazana biləcək. Hər şey buna doğru gedir. Görüş yekunlaşdı. Gənc Murad Əliyev əlbəttə ki, bacardığını etdi, amma nəzərə almaq lazım ki, onun rəqibi çox təcrübəli idi. Elvin Məmşizadə. Bir hesabı ilə qələbə Murad Əliyev verilir. Maraqlıdır. Bəli, Murad Əliyev qalib gəlir bu döyüşdə. 2-1 hesabı ilə 28-29, 29-28 və 29-28 bu yarışın ilk sensasiyasıdır, ilk gözlənilməz nəticəsidir. Elvin Məmşizadə bir qədər təəccübləndi bu qərara, ancaq artıq xarici hakimlərdir. Yəni, burada yerli hakimlər də yoxdur ki, nə eləsə barədə mübahisə edəsən. Elvin Məmşizadə isə hələ ki, ringi tərk etmək istəmir. O, nə baş verdiyini anlamır. Narazıdır təbii ki, hakimlərin bu qərarına, amma boksda olur bu hallar və bu yarışın ilk gözlənilməz nəticələrindən biridir. 2-1 hesabı ilə Elvin Məmşizadə belə gənc Murad Əliyev uduzdu.